Hər kəsə salam dostlar. Bu günlər sizinlə ördəklərim haqqında danışacağım. Və hansı ördəyim yumurtlayır, hansı ördəyim yatıb onu da göstərəcəm və haçan çıxaracağım onu da deyəcəm. Bu erkəyi 25 manat almışdım. Yanında bir balaca dişi də var idi, pitəydi, yəni bir 5-6 aylıq olardı. Bildim o gec yumurtlayacaq, ona görə getdim onu həmin qiymətə satdım, elə 10 manata satdım. İkisini bir yerdə 35 manat almışdım. Sonra bu erkək qaldı ana olduğu üçün, yəni ana erkəkdir, ona görə saxladım. Sonra 30 manat getdim bu dişilərin ikisini aldım 30 manata, yəni 28 manat aldım. İndi bu dişlərdən biri yumurtlayır. O da ağ dişidir, o yumurtlayır. 3 dənə yumurtlayıb, onun yumurtalarını da göstərəcəm. 10 yumurtası ilə indi düşdüyü ördəyin yumurtasını göstərəcəm. Görün nə qədər fərq var. İndi gedək. Bu da göyərçinlərimdir. Bunlar haqqında da məlumat gələcək. Satdığı göyərçinlər var. Baxın dostlar. Belə yumurtlayıb, balaca yumurtlayıb məncə. Qobun üstünü bastırım, özü bastırmışdı yumurtanın üstü. Bu da mənim kürk ördəyimdir. Maalesef fısıldayır üstüne. Muzduramdır. Bir de bunun yumurtasına bakın. O uzun soğuk biraz hündürdü. Hala bu balaca yumurtlayıb bunu. Elə yumurtalar var, böyüdü. İndi inşallah keçən ayın fevralı 20'si yatmışdı bu ördək. Yəni 17'si 2-3 gün elə belə yatıb durur. 20'si yatıp bari inşallah 20'si çıxardacaq. Çıxarsın, bunun qənəd əyridir. Bunu yonacaq, bu qənəd çıxsın. Çıxardandan sonra anasından bəlkə ayırdım. Çünki qoy erkəyin yanına atım, yenə tütləşsinlər. Həm yumurtlasın bu ördək. Yenə bala alacam inşallah. Bu ördəyim çıxardacaq deyirəm. 15 dənə yumurtlayıb. Balaları böyük olacaq. Hələ özü boyda olacaq. Yəni hələ erkəkdən biraz fərqlənir. İnşallah çıxarsın. Elə yumurtalar var. 4-5 günə çıxardacaq. Bunu da üstünü örtək. Burada onlar sunlarını düzəltmişdim. Erkək bunun yumurtalarını qutaladığı üçün dərmədim də saldım bura. Bu yine saldım. Əvvəl orada hinduşka saxlayırdım. Evet dostlar. Bunlara tez yumurtlamağı üçün mənim fikrimcə qurd verirdim. Qurd yığırdım, bunu ördəklərə verirdim. Ona verən kimi o 2-3 gündən sonra yumurtladı. Bu mənim biri var, onunla şərikəm bu ördəklərdə. Yəni şərikə, o yarı pulu o qoyub, yarı pulu mən qoymuşam. İndi gedək yumurtaya baxaq. Bir yumurta var. Onu götürüb atacağım o yana. Buranı təmizləyəcəm. Burada bir dənə yumurta var, onu atacağım o yana. Budur. Bu hökumət yumurtasıdır. Onu alanda o kürk ördəyimi cikgildirdim. Elə bildim yatmaq istəyir. Baxın. Şey qızışı. Lox diye özdə bu.
Gördünüz mü? İndiden burada durmaq olmayacaq. Çay. Balaca diye bu vedrə. Ləyən balacadır bunlar üçün. Görüm necə bir yer düzəldə bilərəm. Qoy girib rahat içmişsinlər. Dostlar bir de bilirsiniz. Hardan bilirəm bu yumurtayacaq məsələn bu ördək. Ördək altı sallansa, bax görürsünüz də. Bilin ki o yumurtayacaq. O hələ biraz gec yumurtayacaq. Bir dəqiqə. Hələ biraz gec yumurtayacaq. Bunlar hələ ana ördəyidir, pitə ördəyidir hələ. Amma o küş düşdü bax o ördək ana ördəyidir. Deməli dostlar videomuz buraya qədər. Zəhmət olmasa abunə olmağı, like atmağı unutmayın. Sağ olun, salamat qalın.